və yaxud oynaq xəstəlikləri çox geniş yayılıb. Bilirsiniz ki, insanlar var, deyir, pilləkəni qalxa bilmirəm, ya düşə bilmirəm. Və yaxud da ki, durduğum yerdə oynağım ağrıyır. Ya belimdən ayağa dura bilmirəm, ya dizlərim məni götürmür. Təbii ki, bu axırıncı sual deyən adamların böyük əksəriyyətinin fiziki çəkisi çoxdur. Məsələn, dünən bir gözəl xanım gəlib, gözəl ana. Yaşı xeyli var. Deyir, mən 150 kilodan arıqlamışam, hələ 20 kilo. Yenə də 130 kilo da çoxdur. Yəni, əziyyət çəkirlər. Ona görə də mütləq mənada hər zaman deyirəm ki, insanlarımız fikirləşməlidirlər, kiçik bir oynağın üzərinə ağır bir yük düşür. Və o yükü hər zaman daşımaq imkanında deyil. Siz maşın nə qədər 150 ilə, 200 ilə sürə bilərsiniz? Mümkün deyil. Səhərdən axşama qədər o sürətlə sürmək. O dəmirdir. Bir də var, canlı, toxuma, hüceyrə, sümük və əzələ. Mümkün deyil, sən bu yükü daimi onun üstündə yükləyəsən. Kiçik balaca oynaqların üstünə 150 kilo yükləmək mümkün deyil. Yükləyərsən, oynaqların sıradan çıxacaq, osteoartroz əmələ gələcək. Onurğa sütununda ya yırtıq, ya sinir sıxılması əmələ gələcək. Bəzən görürsən, fəqərələrin yer dəyişməsi olur, şiddətli ağrılar verir. Yəni, bir mənalı şəkildə, yəni, bağa baxanda bağ olacaq, baxmasan dağ olacaq. Ağrımaq istəmirsənsə, xəstələnmək istəmirsənsə, hər gün sana aid olan bağa baxacaqsan. Yəni, təmiz havada gəzəcəksən, bol miqdarda su içəcəksən, ayağın torpağa dəyəcək, imkanın daxilində təbii qidalanacaqsan, normal qidalanacaqsan, gündə 2 dəfə səhər axşam.